Hamıya salam dostlar, yeni vloq ilə qarşınızdayıq. Bu dəfə gedəcəyimiz ünvan Xınalıq kəndidir. Getdik. Maşımız yenə donmasın deyə. Şüsələrimiz daha doğrusu donmasın deyə təmiz spirtlə qidalandırırıq. Təkərlərimiz də artıq 4 zəncirimiz arxa təkərlərdə var. Biz tərpənirik. Hazırda Xınalığa gedirik, Xınalıq kəndinə. Buynuz təpəyə 1,8 km qalıb, Qırız kəndinə isə 3,2 km. Yüksəkliyimiz isə 1855-dir. Bunu da yəqin ki külək qırıb. Cek kəndinə də 1,4 km və Əlik kəndi 4 km. Yolumuz Xınalıqadır. Dostlar, artıq Xınalıq kəndindəyik. Arxadakı mənzərə görürsünüz, sadəcə möhtəşəmdir. Kəndi də istəyirəm sizə göstərim. Kənd də çox möhtəşəmdir. Gel onda qabağa o. O Səyiddir, keç qabağa. Səyid cavan. Ya, oy, mənə yaxınlaşma. Oy, mənə yaxınlaşma kişi. Ya. Bismillah. Qonaq qarşılayandır. Oyuna buydu da bu ya. O bu yapışmış. Fəqan dalınca gəlir. Özünün dalınca gəlir. Deməli, Xınalıqda evlər elədir ki, bu evin həyəti o birisi evin damıdır. Yəni bu, o aşağıdakı evin damıdır. Gördüyünüz kimi. Dostlar, indi isə biz Xınalıq kənd məscidindəyik. Məscid hansı əsrdə tikildiyini öyrənə bilməsək də, məscid 2015-ci ildə restavrasiya edilmişdir. Eyni zamanda kənddə qonaqlamaq üçün məkanlar və muzey vardır. Muzeyə gedə bilməsək də, məscidi ziyarət edə bildik. Dostlar, burası Qudyal çaydır. Gördüğünüz o balaca su gelir orada. İndi su ora qalıb bu dəqiqə, amma əvvəl bütün bura çay olub. Dostlar, bir vlogun daha sonuna gəldik. Bu Xınalıq vlogumuz idi. Səhifəmiz hələ ki balacadır, ümid edirəm bu səhifə daha da böyüyəcək və biz Azərbaycanın digər bölgələrindən də sizə videolar çəkə bilərik. Qaxdan, Qəbələdən, Oğuzdan. Bu isə bizim Xınalıq videomuz idi. Bizi izləməyə davam edin.